Səlim Müslümovdan açılma var, yəni onunla bağlı xəbər var. Səlim Müslümov milyonluq əmlakı satıldı. Təbii ki, Səlim Müslümov sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri idi. Artıq Səlim Müslümov müşahidə olunan 2 mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb. Təbii ki, istinad edirəm Bakı Posta, o da yenavaza.com-a istinadən xəbər verir. Bakı şəhəri Yasamal rayonu Mirzə İbrahimov küçəsi 422-ci məhəllə ev 53, mənzil 108 ünvanında yerləşən 370 kvadrat metr sahəsi olan mənzil 50% endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463.125 manata alıcı tapıb. Bizdə prezident kimi vəzifəyə təyin edir, işə təyin edir. Həmən özlərinə mənzil alırlar, bağ alırlar, helikopter alırlar, gəmi alırlar. Heç kimi xalq düşündürmür. Məsələn, bunların varına, dövlətinə, əmlakına, sərvətinə baxanda deyirsən ki, bunların işləməyə vaxtı olur. Prezident təyin edib ki, işləsinlər, xalqı eşitsinlər, xalqın yanında olsunlar. Bu qədər mülk yığmaq üçün, var dövlət, sərvət yığmaq üçün buna vaxt, zaman lazımdır da. Adam bunlar necə etibar etdiyi prezidentin, dövlət başçımızın onlara etibar etdiyi işi necə icra ediblər? Bunlar ancaq sərvət yığıblar da. Mən belə düşünürəm ki, bunun üçün vaxt lazımdır da. Bəli, Bakı şəhəri Binəqədi rayonu Akademik Ziya Məmmədov prospekti ev 74A, mənzil 3 ünvanında yerləşən 61.1 kvadrat metr, yəni 61 kvadrat sahəsi olan ikinci mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq. Bu dəfə mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 5-ci hərracda olduğu kimi 175 min manata təqdim olunacaq. Bəli, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə və digər nələrə görə ona cinayət işi açılmışdı. Ümumiyyətlə, cinayət işi açmaq lazım deyil. O dövləti talayanlar var, prezidentə xəyanət edənlər var. Onların hamısını mən bilsin neyniyərdim? Belə yavaşca yarardım onların sinəsini. Onların həm ciyərini, həm ürəyini çıxarıb ovucumda saxlayıb sıxardım. Nə vaxt o dünyaya gedəcəklər, qoy getsinlər. Amma mən onların həm ciyərini, həm ürəyini ovucumda sıxardım. Ancaq bunu istəyərəm, çox istəyərəm ki, edim. Təkcə Səlim Müslümov yoxdur, digərlərində sərvətlərin gün aşırı siyasına baxırıq. Allah bu xalqa səbir versin.